Salam dostlar, kanalıma videoma xoş gəlmisiniz. Bu videoda sizinlə birlikdə dünən gecə rutin yazmışdım qaza gəlib və o rutinə uyğun hərəkət edəcəyik. Bugün bazar günü olduğu üçün, yəni məktəb zətdə yoxdur. İndi çox uzatmadan məncə rutinə keçək. Saat 12:33-dür. Zöhr namazda bir 2 dəqiqə girəcəyimdir. Gedib onu qılım, yenidən görüşəcəyik. Dostlar, indi mən namazımı qıldım. Tez rutinə baxaq nə yazmışam. Ona uyğun davam eləməyə çalışaq. Ha, burada. Nə yazmışam? Su iç. Su iç yazmışam çünki mən çox az su içən biriyəm. Yəni dünən belə getdim bütün gün Sprite içdim. Bu qədər, yəni çox sağlıqsız beslənən və su içməyən birisi olaraq. Nəysə. Bu rutinde böyle clean girl olmaz aşağıda inşallah. Oh, çok şükür ya. Dostlar, indi suyumuzu da içdik. Qaldı bir de günlük rutinə yazmışam ki, İngilis dilini qaydan yaz, öyrən. Onda İngilis dili qayda yazacağıq və öyrənəcəyik. Ona da 1 saat, yox 1 saat 40 dəqiqə vaxt vermişəm. Qayda yazmaq üçün ehtiyacımız olan bir qayda dəftəri və bir, təbii ki də bu qələm. Bu qələmsiz qayda yazmayın. Bu qələm hayat verir sizə. Adını da yazmışam. Modal verbs, modal feillər. Şey kimi oxudu. Tez qaydanı tapıb yazırıq. Dostlar, əslində qayda kitabı da var evdə, amma mən qaydanı yazmasam öyrənə bilmədiyimi düşünürəm yəni. Bu arada sizə rezil hazırlıq çəkmişəm. Mən burada otururam, burada mənim falan. Böyle işte. Hə. Dostlar, tapdıq. Qaydamız bu, bir də bu. Maşallah. Bu boyda şeyin hamısı have to do. Neyse, indi başlayaq. Dostlar, indi qaydanı yazdım. Yemək molası verdim. Qısa bir yemək molası. Sonra tezdən görüşəcəyik. Dostlar, indi yeməyimi də yedim. Qısa bir meyvə arası verək. Banan yeyəcəm. Sonra rutinimizə təzədən baxarıq. Dostlar, rutinin ardına şey yazmışam. 1 saat yürüyüş eləmək. Onda biz də eləyirik. Ne var lan, ne var? Pis herif. Dostlar, indi yürüyüşüm bitdi. Saat tam elə vaxtda da bitirmişəm. İndi biraz çay molası verəcəyik. Çok istedim. Neyse. Onda mən çayımı da bitirim. Dostlar, günlük rutində yarım saat ara var idi. Telefona baxma arası. Onu baxdım. Daha çox telefona İngilis dilində şeylərə baxmağa üstünlük verirəm. Elə bir kanalım sırf belə öz normal kanalımda, digər kanalım isə İngilis dilində olan şeylərdir. İngilis dilində şeylər takip edirəm belə. İndi 6 saat 6:30, yəni 5-in yarısıdır. Mən indi gedib namazımı qılacağam. Əsr namazını, onda görüşərik. Dostlar, indi namazımı qıldım. Saat 16, elə bil ki 16:50-dən 17:50-yə qədər şey yazmışam. Riyaziyyat sabah müəllimə dedi ya sabah ya da birisi gün kəsiqə olacaq. Ona görə ona hazırlaşmağı yazmışam. Ümumiləşdiricidəki bəzi suallarımı, yəni kitabdakı ümumiləşdiricidəki bəzi suallarımı təzədən işləmək istəyirəm. Başa düşmədiyimi də izahına baxacağam. Çox uzatmadan başlayaq. Dostlar, bu arada tam dururdum gedib kitablarımı gətirməyə. Havanın mənzərəsinin çox qəşəng olduğunu gördüm. Sizə göstərməsəm olmaz.
Dostlar, məncə tez uzatmadan başlayaq. Olsa çox dərsimiz var. Son 40 dəqiqəm qalıb, yəni 40 dəqiqə. Mən 20 dəqiqədir oyalanıram boş-boş. İndi nə eləməliyəm? Bir baxaq. Tez eləməli olduqlarımı işarətləyim. Nəysə dostlar, deməli test tapmışam. KSG 6 olacaq. Ona aid nümunədir. 100% düşməyəcək yəni. Ona görə indi onu işləyəcəm. İndi baxaraq görək. Səhvlərim zadım olsa, onu da hamısını yoxlayacağam. Onda onu işləyək. Dostlar, 2 səhifə ümumiləşdirici var idi. Bir səhifəsini işlədim. O bir səhifəsinə vaxt çatmadı. Çünki mən o rutini hazırlayanda yazmışdım ki 17:40-a qədər, yəni 16:40-dan 17:40-a qədər sadəcə buna vermişdim vaxtı, amma çatmadı. Ona görə axşam 2 saat boş vaxt vermişəm rutində. Onu da eləyəcəm. İndi rutindən davam edəcək. Baxaq nə var rutində. Dostlar, indi baxdım rutinə yazmışam. Gördüm ki 1 saat fizika, yəni fizika videolarını izləmək istəyirəm ki fizikam da biraz yaxşı olsun. Birinci qrup olduğum üçün. Yəni hər şeyi 10-cu 11-ci sinifə buraxmaq istəmirəm. Dostlar, çoxlu fizika videoları izləməyə çalışdım. Vaxtımız dolub keçib hətta. İndi saat 19:20-dir. Mən gedəcəm namazımı qılacağam. Şam namazı qalıb 19:30-da 35-də falan inşa namazı girəcək. Ona görə tez gedib qılmalıyam. Sonra işte rutində nə var deyəsən, nəsə dərslərim var. Yəni o dərsləri eləyəcəyik. Nəysə, daha uzatmıram. Fizikadan videolar izlədim. Həm məsləhət, həm də qarışıq belə. Dərs həm dərs, həm məsləhət. Fidan Rüstəminin də bir dənə videosu vardı, onu da izlədim. Nəysə, indi gedirik, uzatmayaq. İndi gedirik şam namazını qılmağa. Dostlar, şam namazını qıldım, saat 19:30-dur. İndi inşa da girsin, yəni fidan namazı da girsin. Onu da qılım. Sonra rutinə davam edərik. Dostlar, inşa namazını da qıldım. Saat 12:30-dur. 20:30-dur. Mən indi bu 30 dəqiqə içində nə etdim deyə sormayın. Çünki indi sizə göstərəcəm. Dostlar, buna bakın. Mən buna yuva düzəltdim. Yuvamız da böyle. Köhnə paltalar qoymuşam. Yerim mən bunu, yeyim. Yeyim mən bunu, yeyim. Bakın ne kadar tatlıdır bu. Dostlar, indi qardaşımın dərslərinə kömək edəcəm. İndi baxım görüm rutində mən bu saata nə yazmışdım. Dostlar, indi rutində yazmışdım, informatikanda yazmışdım oxumaq. Amma onu da çatdıra bilməmişdim. İndi onu da oxuyacağam. Çünki 20:00-dan 22:00-a qədər boş vaxtlar yazmışam. Yəni ora nə lazımdırsa orada eləməyi qoymuşdum. İndi informatikanı eləyəcəm. Onu da oxuyum, görüşək. Dostlar, günlük vlogumuz bu qədər idi. Saat 22:05-də artıq da gedim yatmağa ki səhər tezdən duracağam. Onda sizi çox öpürəm. Vlogumu bəyəndiysəniz videomu da bəyənməyi unutmayın. Sizi çox öpürəm. Sağ olun.